Selamun Aleyküm ve Rahmetullah. Axı, yəni bu elə bir məsələdir ki, daha bu məsələni hər il da danışılır da, hər ildə 2 dəfə Ramazan bayramında, Qurban bayramında, xüsusən də Ramazanda. Bu hər il bu təkrarlanır da, yəni bu məsələlər cəmaatla götürülür. Dəxli yoxdur. Bugün ay göründü, görünmədi. 5 gün sonra göründü, 10 gün sonra görünmədi. Bu heç nə dəyişmir. Sizdə elan eləyiblər, ayın 29-u bayramdır. Elhamdülillah 29-u da bayramımızı eləyin. Salam, yəni artıq fəlsəfə, zat heç nə lazım deyil. Bu bütün alimlərin görüşüdür. Bütün alimlərin görüşüdür və cəmaata müxalif olmaq olmaz. 29'u elan edilib, 29'u da bayram edirsiniz. Və kim ki buna müxalif hərəkət edirsə qardaşlardan, ya cahildir, ya inatkardır, ya da ki fitnəkardır. Şəxsən mən özüm Saudiyanı oruç tutdum. Mənim ailəm, qardaşlarım, dostlarım, tanışlarım, yaxınlarım Saudiyanı oruç tutduq həmin ili. Saudiyanı oruç tutduq həmin ili. Amma sən müsəlman ölkəsi yaşasın, deyirsən, mən Məkkənə gedirəm. Yaxşı, sən özü alışdırmalan, sən nə görürsən ki buranı? Bura Peru'dur, yoxsa nədir? Yeni Zelandiya. Sadəcə bəzi qardaşlar fikir vermir hələ adamlara, lakin hələ adamlar əslində problemdir. Kim belə şeyləri təbliğ edir, onlar problemdir.